Deməli belə, RFO üzrə ikinci sualın izahına baxaq. Baxın, burada bizə zaman limiti göstərib 0.2. O deməkdir ki, yəni sual biz proqram işə salandan sonra yəni o proqramın cavab vermə müddətini göstərir o bizə. Sual belədir. Taksi ödənişi. Hüseyn bu gün evdən işə taksi ilə gedib və sürücüyə N manat ödəniş etməlidir. Onun pul kisəsində A ədəd 1 manatlıq, B ədəd 5 manatlıq və C ədəd 10 manatlıq əskinas vardır. Taksi sürücüsü bu gün ilk gedişi olduğu üçün üzərində heç bir əskinas olmadığı və ona geri xırda pul qaytara bilməyəcəyini dedi. İndi təsəvvür edin ki, taksiyə minmisiniz, taksinin harasa getmək istəyirsiniz, amma taksi sürücüsünün evdən çıxıb cibində də 1 qəpik də yoxdur da, pulsuzdur. Və o ilk müştərisisiz. Və sən ona hər hansı bir pulu verəndə o sənə xırda qaytarmağa artıq cibində pulu yoxdur. Belə çıxır ki, sən ona elə məbləğ qaytarmalısan ki, sənin o qaytaracağın minimal məbləğ olsun. Hüseyn taksiyə ən az N manat ödəməlidir. Onun kifayət qədər pulu var, lakin elə ola bilər ki, o bu məbləği düzəldə bilməsin. Bu halda artıq ödəniş etməli olacaq. Hüseynin minimum neçə manat artıq ödəniş etməli olduğunu tapan proqram yazın. Biz demişdik ki, mən həmişə deyirəm ki, ilkin növbədə proqramın riyazi olaraq mahiyyətini başa düşmək lazımdır. Ondan sonra proqramın özünü qurmalıyıq. Bax, mənim tutaq ki, taksi sürücüsünə 17 manat pul verməliyəm. Elədirmi? Məsələn deyək də. Və mənim cibimdə 3 dənə 1 manatlığım var. 2 dənə 5 manatlığım var və 4 dənə də 10 manatlığım var. Məsəl üçün deyək ki, belə bir, yəni bu Hüseynin cibində olan məbləğlərdir. İndi bu 17 manatı ala bilmək üçün biz hansı ehtimallar üzərindən gələ bilərik? Hə, uşaqlar? C ilə A-nı müəllim. Yəni bax, mənim 3 dənə 1 manatlıq kaştokumda 3 dənə 1 manatlığım, 2 dənə 5 manatlığım və 4 dənə də 10 manatlığım var. Həmin o pul qabımda olan bu pullar əsasında mənim sürücüyə 17 manat verməliyəm. 17 manatı düzəldə bilirəmmi? Müəllim, bəli, düzəltmək olur. Necə düzəldirik? Mən bir dənə 10, bir dənə 5, 2 dənə də 1-lə. Bir dənə 10 manatlıq, Sonra bir dənə. bir dənə 5 manatlıq, 2 dənə də 1 manatlıq. Elə bilirsən də, hə? Yəni Bəli, müəllim, mən belə deyirəm. Bəli. yəni bunun yəni mən bu formada tutaq ki, versə və mənim cibimdə də bu qədər pulum olsa, mən bu formada ödəniş edib heç bir artıq əlavə ödəniş eləməməli olaram. İndi tutaq ki, məndə manat sayı 1 dənədir, bircə dənə manatım var. O zaman necə eləyə bilərəm? Siz dediyiniz kimi olsa, mən 1 manat vermiş olsam, burada məndə 16 manat yaranır. Əksi verə bilmərəm. Deməli, mən artıq verməliyəm. Onda 2 dənə onda müəllim 10 manatlıq verək ki, Aha, o oldu 20 manat. onda müəllim o 3 manat bizə qaytarmalıdır. Qaytara bilmir də, 3 manat ona qalır. Artıq ödəniş eləyirsən. Anladım. Çünki pulu yoxdur axı o sənə qaytaracağın. Tamam. Yəni biz bunu proqram olaraq qurmalıyıq. Deyir ki, Hüseyn minimum neçə manat artıq ödəniş etməli olduğunu tapan proqramı yazmalı. Yəni sən dedin ki, 3 manat artıq pul verəcəyik. Həmin o 3 manatı tapan proqram yazmaq lazımdır. Giriş verilənləri bir sətirdə, bax burada xüsusilə deyir, birinci sətirdə 1 tam ədəd N, ikinci sətirdə bir boşluqla ayrılmış 3 tam ədəd ABC verilir. Çıxışa Hüseynin minimum neçə manat artıq ödəniş etməli olduğunu verin. Və mənim burada məhdudiyyətlərim var. Bu məhdudiyyətlər yəni sizə mütləq deyil ki, hamısını şərt olaraq qoyasınız. Onsuz da yəni bu proqram sizə olimpiyadada yəni bu proqram verəndə onlar o şərti özləri nəzərə alırlar. Sadəcə olaraq yəni səni xatırlatmaq kimi verib ki, bu məhdudiyyəti nəzərə al. Yəni N 1-dən böyük, 1000-dən kiçik olmalıdır. Çünki nə qədər 1000 manatdan böyük məbləğ biz Marsa uçmuruq, hara uçuruq ki? Hara gedirik ki, işə gedirsə bu adam nə qədər bu əlavə ödəniş edə bilər ki? ABC-ni də
5 manatlıqları, 1 manatlıqlar da 0-1000 manat arasında götürə bilir. İndi gəlin biz bunun Python kodunu yazaq. Bax, həmin bu sual əsnasında Python kodunu yazaq. Turan deyir, qoşula bilmir. Aha. Davam edək. Deməli, indi mənə yuxarıda ən başda nə deyir? Birinci cümlədə deyir ki, sürücüyə n manat ödəniş etməlidir. N bərabərdir int input. Int input. Çünki mən bilmirəm də nə qədər ödəniş eləyəcək. Bunu klaviaturadan daxil edin. Bax, burada mən sizə başa düşəcəyiniz sadə dildə olsun deyə uzun bir ifadə yazacağam. Yəni nə üçün? Bax, A bərabərdir int input. Biz demişdik ki, klaviaturadan dəyər daxil edəndə bunu veririk. Elə deyilmi? Dırnaq içərisində yazsın ki, 1 manatlıq pulu daxil edin. Yəni, bunun cibində neçə dənə 1 manatlığı var? Okeymi? X və yaxud da L sayda. Yəni, A sayda. A bizdə bunu göstərir. A bərabərdir int input. Mötərizənin birində bağlayaq, xəta verməsin. Aha. Sonra bunu bir dənə kopyalayayım. Vaxt getməsin. Həm bunu B üçün, həm də C üçün etməliyik. Okeymi? Bax, buraya yazaq B. Köçüdək biz bunu. Yox, hələ də mən şəklini çəkib qrupa atacağam, onda eləyərsiniz. Sadəcə olaraq istəyirəm diqqətlə mənə dinləyəsiniz, sonra özünüz məşq eləyərsiniz. Baxın, mənə deyir ki, aşağıda bura nə yazılıb? Giriş verilənlərində birinci sətirdə bir tam ədəd n, ikinci sətirdə bir boşluqla ayrılmış 3 tam ədəd ABC verilir. Yəni, birinci sətr üzrə n-i daxil etdik. Amma bizim axı burada 1, 2, 3 dənə sətrimiz yarandı. Görsünüzmü? Bu da kifayət qədər yaddaşda yer tutmaq deməkdir. Elə olmasın deyə, ümumiyyətlə biz demişdik ki, proqramlaşdırmada proqramçılar adətən necə olurlar? Xəsis olurlar da, yəni vaxta, zamana biraz qısan olurlar. Deməli, 3 sətrimizin yaranmasının yerinə, bax, mən burada ABC-ni, axı mənə burada deyir ki, bir boşluqla ayrılmış 3 tam ədəd yazın. Mən bunu, bax, A, vergül, B, vergül, C. Yəni, bunu lap yanaş-yanaş desəm, problem yoxdur. A, vergül, B, vergül, C. 3 dənə dəyişənimdir, ABC dəyişənlərimdir, tam ədədlərimdir və mən bunu bir sətirdə yazmaq istəyirəmsə, bayaq gördünüzmü, uzun-uzun yazmışdım ifadələr. Həmin o ifadəni bir sətirdə yazmaq üçün map funksiyasından istifadə edirəm. Tipini təyin etmək üçün int eləyəcəm və klaviaturadan daxil etməli olduğum üçün input yazacağam. Tamam mı? Və sizə yadınızdadsa demişdim ki, split elə bil ki, bax, bu input olunacaq sətr tipində. Həmin o sətri gördüyü yerdən tam ədədə çevirəcək, ayıracaq bir-birindən də split elə bil ki, boşluqlardan ayırır. Tamamilə A-nın dəyərini, mən klaviaturadan daxil etdiyim A-nın dəyərini 1 verir, B-nin dəyərini 1 verir, C-nin dəyərini 1 verir. Bax, bu formada olur. Buna kimi hər Müəllim, bu nədir ki? hansı? Map. Map funksiyadır. Hansı ki, bax, bir yaxşı göstərdim sizə, yadınızdadır, dedim A bərabərdir int input 1 manatlığı daxil et, B üçün də 5 manatlığı, C üçün 10 manatlığı. Yəni, o uzutduğunda ifadələr yazmaq yerinə mən bir dənə, bax, map funksiyasını istifadə edərək bir sətirdə həmin o yazmalı olduqlarımı yaza bilirəm. Və mənə, çünki mənə də deyir ki, ikinci sətirdə bir boşluqla ayrılmış 3 tam ədəd verilir. Mənə bunu istəyir məndən. Bunu istəyirsə, mən də bunu bu cür verməliyəm. Yəni, o cür yazmağa mənim ixtiyarım yoxdur. Çünki məndən onu tələb edir. İndi, baxın, mənə ilk növbədə nəyi bilməliyəm? Hüseynin cibində nə qədər pulu var? Hüseynin pulunu belə yazaq, pulu yazaq da, uzun zadı yazın. El deyək ki, Hüseynin pulu. Hüseynin cibində mən klaviaturadan tutaq ki, daxil eləmişəm 5. 5 dənə 1 manatlığı var da, yəni onların sayını vururam 1 manatlığa.
Tamammı? Üstə gəlirəm. Tutaq ki, mənim Hüseynin 3 dənə 1 manatlığı var. Yəni B-ni 3 olaraq daxil eləmişəm. 5 manatlığı var, üzr istəyirəm. 5 yazıram və Hüseynin tutaq ki, 2 dənə 10 manatlığı var. C-ni də 10-a vururam. Bu mənim daxil etdiyim düstur Hüseynin hal-hazırda cibində nə qədər pulun olduğunu göstərir. İndi burada bir iş var, 2 əməl. Söhbət nədən gedir? Baxın, mən yazdığım ifadədə, bax burada bayaqları biz sizinlə müzakirə eləyəndə dəyərləri dəyişdikdə 10 manatlığı burada bir dəfə istifadə etdik, burada 2 dəfə istifadə etdik, 3 dəfə də istifadə edə bilərəm və s. və axır. Yəni bunu belə deyək də hər dəfə fərqli dəyərlər verə bilərəm deyə mənim də tutaq ki, cibimdə bayaq nə dedim? Dedim tutaq ki, bunun 5 dənə 1 manatlığı var da, məsəl üçün. İndi gəl belə yazaq. For in range. Biz demişdik ki, bu dövr saymağı bildirir. Biz yəni dövrlərin range olaraq dövrlərin sayını bilmək üçün deyirik və A-nın özünü, yəni daxil etdiyim o 5-in özünü götürmək üçün, çünki biz dedik ki, range sonuncu dəyəri götürmür. Bax bu bizdə, bax bu deməli 2 nöqtə. Tamam. Bu bizdə nəyi bildirir? Gəl bunu dilini dəyişim. Bundan sonrakıları şeylə yazacağam, uşaqlar ingilis dilində yazacağam. Bax bu A nəyin göstəricisi idi bayaqları? Gəl bunu elə diyez nə idi? Bir dənə xatırlayın, deyin mənə görüm kim deyə. Diyez nə idi? Nə müəllim? Diyez yazdım orada. Nə idi? Nə yazacağam o? O nə üçün yazdım ora? Demişdim sizə. Yadınızdan çıxartmısınız. Diyez şərh yazmaq üçündür. Yadınızdasa demişdim ki, tutaq ki, proqram müəyyən hissəsini bir nəfər yazır, davamını bir başqası yazmaq istəyirsə, o və yaxud da proqramda uzun kodlardan istifadə olunur. Hər dəfə o bir müddətdən sonra həmin proqramçı geri qayıdıb o koda baxanda o sətri nəyə yazdığını özü üçün xatırlatma etsin deyə şərhlər yazır sətrin qabağında. Bu şərhi də diyezlə göstərir. Mən ona görə bunu yazdım ki, yəni həmin o sətri nə üçün daxil etdiyini sən görə biləsən. Yəni başa düşün ki, burada for in range A üstə gəl 1. Yəni bu 1 manatlıq üçün olan dəyəri göstərir. Sıfırdan 1 manatlıq üçün olan dəyər. Neçə dənə mənim 1 manatlığım var. İkinci dövrüm, çünki mən həm 1 manatlıq, həm 5 manatlıq, həm 10 manatlıq götürəcəm də. İkinci dövrüm for artıq burada dəyişəcək. For range. Bu isə B nəyi göstərirdi? Hə? 5 manatlığın sayı. Ay, sağ ol. Gəl şərh olaraq yazaq, yadımızdan çıxmasın. Bax, bu oldu 5 manatlıq. Okeymi? 5 manat. Yenə yazaq da. Klaviaturanın dilini dəyişmək istəmirəm. Bir dənə də bizim 10 manatımız var da. O da K ilə göstərək. For in, hər dəfə fərqli massiv elementlərini təqdim eləyək. For in range. Yenə C üstə gəl 1 şəklində. Okey. Bu da oldu bizdə nə? 10. Sual verə bilərəm müəllim. Ver bala ver. Müəllim o ikinci for J-dən sonra in niyə qoymadınız? Düz deyirsən. Afərin sənə. Fikrimdən çıxdı. Afərin sənə. Bax, xoşum gəldi. Diqqətlisən. Gözəldir. Afərin. Xoşum gəldi. Deməli, o fikrimdən çıxmışdı. İndi uşaqlar, mənim belə deyim də, hər dəfə bir ehtimal üzrə bayaqları yoxladıq məbləğləri. Və mənim sonda artıq yol uzunu məsələn çıxardıb cibindəki pulları hesablayır, o götür qoy eləyir. Görüm mən bunun həmin o məsələn deyək ki 17 manatı necə düzəldə bilərəm və ya da 13 manatı necə düzəldə bilərəm? Bunu düzəltməyə çalışır. Həmin o ən sonda düzəltdiyi o cəm var ha. Ki düzəltdi, əlinə bir cəm gətirdi, bir pul gətirdi, miqdar gətirdi. Mən dəyişən olaraq özüm yazmıram ki, uşaqlar siz çaşmayasınız, mahiyyətini başa düşməyiniz üçün. Və 1 manatlıqların sayı üstə gəl J-də yəni neçə dənə 5 manatlıq istifadə eləmişəm və mən neçə dənə 10 manatlıq istifadə etmişəm. Bütün bunları topladım. Mənim əlimdə müəyyən bir məbləğ yarandı. Hansı ki, mən o məbləği təqdim eləyəcəm sürücüyə. İndi burada bir
sual yaranır. Mənə aşağıda deyir ki, A üstəgəl 5 vurulsun B, üstəgəl 10 vurulsun C, N-dən böyük bərabər olmalıdır. Yəni 17 manatdırsa əgər mənim ödənişim, bu 17 manat ya 17 manat düzəlməlidir bunların, yəni buradakı bax bu cəmdə. Ya 17 manat alınmalıdır, ya da 17-dən yuxarı. Bu 18 də ola bilər, 19 da ola bilər, 20 də ola bilər. Necə ki, bayaq dedik ki, 2 dənə 10-luğu qoysaq 3 manat bunun qalığı qalacaq. Bax, həmin bir məsələdir. İndi şərt qoyuram ki, əgərləri həmin cəm. Müəllim, Aycan. orada A üstəgəl 5 və B üstəgəl 10-a ayrıca bir ədəd verək, həmin ədədə həmin o şeyi verək. Sonra yazaq ki, məsələn x versin, deyək ki, x böyük bərabərdir n-dən. Elə bir şey olar. Olar, yəni belə deyim də, mən yenə də A-nı, B-ni mütləq ki, daxil etməliyəm də. Mən bilməliyəm axı ki, mənim cibimdə neçə dənə 5 manatlığım var, neçə dənə 10 manatlığım var, neçə dənə 1 manatlığım var. Yəni məni bunu yazmağa məcburam. Bilmirəm çünki. Davam edək. Deməli, cəm böyük bərabərdirsə n-dən, bax buradakı ifadə və and halı dedik ki, hər iki şərtin ödənməsi mütləqdir. İndi belə deyək də, bunun cibində bax burada bir şərt qoyub. Deyir ki, Hüseyn taksiyə ən az n manat ödəməlidir. Onun kifayət qədər pulu var. Lakin el ola bilər ki, o bu məbləği düzəldə bilməsin. Bu halda artıq ödəniş etməli olacaq. Deməli, bunun cibində artıq müəyyən qədər pulu var da və həmin o puldan topladığı cəm o puldan artıq ola bilməz. Axı cibindəki pulları çıxardıb üst-üstə yığıb bir məbləğ yaratıb. Oradan artıq ola bilməz. Ona görə deyirəm ki, cəm kiçik bərabərdirsə Hüseynin cibindəki puldan. Okeymi? Bura kimi nəsə bir qaranlıq qalan bir məqam oldu mu? Onsuz sonlarına doğru yaxınlaşırıq proqramın. Sonra şərtim ödənsə, mənim Hüseynə, mənim taksiyə, yəni Hüseynin taksiyə verəcəyi ödəniş şərt ödənmiş olsa, yəni Hüseynin verəcəyi pul, Hüseynin taksiyə verəcəyi puldan bərabər və yaxud da böyükdürsə və həmçinin cibindəki məbləğdən kiçikdirsə, əlindəki topladığı pullar kiçik bərabər də ola bilər. Ola bilər ki, tam olaraq cibindəki pulun hamısını taksiyə də verə bilər. O zaman deyirəm ki, ödənişi cəmə bərabər elə və məndən indi son olaraq nə istəyir? Deyir Hüseynin minimum neçə manat artıq ödəniş etməli olduğunu tapan. Yəni bu ödənişi elədi. Amma o bayaqki 3 manat artıq var idi. O məndən artıq olan ödənişi istəyir. Artıq ödəniş. Qoy belə də yazım. Artıq ödəniş bərabərdir. O verdiyi ödənişdən, yəni ki, mənim elə bil ki, dedim ki, ödənişi bərabər elə cəmə. Həmin o ödənişdən çıxıram cəmi. Tamam mı? Aydındırmı? Və print eləyirik. Bununla da proqramımız sonlanır. Bu bizim Python üzrə proqramımızdır. Müəllim, bir şey soruşa bilərəm. Soruş. Müəllim, orada yuxarıda split var. O nə deməkdir ki? Nə mənasında ki orada? Mən A-nı, B-ni, C-ni daxil edəcəm bir sətr üzrə. Onu boşluqlardan ayıracaq. Onu, yəni A-nı daxil etdiyim ədədləri, yəni ayrı-ayrılıqda daxil edəcəyəm. Məsələn, 3, 5, 7 kimi daxil eləmişəm. Həmin o 3, 5, 7-ni 3-ü A-ya, 5-i B-yə, 7-ni də C-yə təqdim eləməsi üçün, belə deyim, tanıtması üçündür. Bax, bu mənə ayırır. İndi gəlin bunu run eləyək. Oldu mənim, çox sağ olun. Run eləyək, tamam. Eləyim. Bir 17 manat dedik bayaqdan və yanaşı eləməliyik uşaqlar. Baxın, 2 yazıram bura, 3 yazıram, bura 5 yazıram. Tutaq ki, bunun 2 dənə 1 manatlığı var, 3 dənə 5 manatlığı var və 5 dənə də 10 manatlığı var və o çıxanda 0 qalır. Burada. O bayaqki nümunədə istənilən halda o istənir çıxılsın n yazmağımız Firuzə dediyi kimi. Onda necə olacaq? Firuzə, gəl bir dənə run eləyək. Dəyər ver mənə. Bir də yoxlayaq. 15. Ta ki,
Mən 15 manat pul verməliyəm. 2 manat belədir, 3 manat belədir, 4 manat da belədir. 42 böyük bir məbləğ yarandı. Da səhv nədədir burada? Müəllim, biz orada A üstə gəl bir, B üstə gəl bir, C üstə gəl bir niyə yazdıq ki? O mənim dövrlərim. Bəli, mən də maraqlıdır. Bax, həmin o ifadəni yazmaqda səbəb o idi ki, mən onu belə deyim də, neçə dənə mənim, tutaq ki, 5 dənə mənim 1 manatlığım var da. 1, 2, 3, 4, 5 dənə 1 manatlıqları sayıram. Hər dəfə məsələn 1 dənə 1 manat götürə də bilərəm, 3 dənə də 1 manat götürə bilərəm. Bilmədiniz? Bax, mən buradakı nümunədə tutaq ki, bax bunun B-si nə qədər idi? 2 dənə bunun 5 manatlığı var, amma 1 manatını götürdü. 4 dənə bunun 10 manatı var, amma 1 dənə 10 manatlıq götürdü. Elə ola bilər ki, 4-ünü də götürə bilər. Elə ola bilər ki, 1-ini götürə bilər. Gəlin belə eləyək də. Bəlkə bunu biz belə eləyək. Hüseynin pulu buraya yazaq. Bax, bura axı biz eyni Hüseynin pulu ilə müqayisə aparmışıq. Bəlkə burada Müəllim, belə də yoxlayaq, hə, uşaqlar? müəllim Hüseynin pulu cəmdən niyə kiçik olur ki? Cəmdən kiçik deyil, böyükdür burada. Cəmdən, hə, anladım. Cəm ondan kiçikdir. Cəm ondan kiçikdir. Gəl bir belə də yazaq. Qoy bir dənə görək. İçində kodda bir eləyək. Gəl özümüzdən dəyər verək. 15. Oy, nə böyük oldu. 2, 3, məsələn 5. 0 yarandı. Yəni 2 dənə 15-də düzəldir, hə? Baxın bir dənə. Kod ödəyir. Bax, məsələn, mənim 50 dənə səhifə açmışam. Mənim 13 manat ödəniş verməliyəm. Tutaq ki, bir dənə 1 manatı var, bir dənə 5 manatı var və 2 dənə də 10 manatı var və işdədir. Artıq qalan 2 manatdır. Deməli biz bunu səhvimiz buradaydı. Ödənişlə deyil, Hüseynin əlindəki pulla götürməli idik. Artıq ödəniş, yəni Hüseyn axı burada cəmə bərabərlik verdiyi puldan çıxmalıydıq yerdə qalanı. Əlində olan pul var ha. İndi mən necə olacaq? Bir dənə 10 manat götürəcək, buradan da bir dənə 5 manat götürəcək. Deməli artıq 15 eləyir də, 15-dən 13-ün çıxanda 2 qalır. Proqram kod ödədi. Hər şey aydındırsa, onda gəlin həmin bu ifadəni biz C-də yazaq. C kodunda. Burasını silək. Burada standart yazılışdır. Hər dəfə açılanda kod blokusunda standart yazılış gəlir. Deməli, baxın, burada bizdə biraz C Python-dan müəyyən məqamlarda fərqlilik yaradır da. Biz bunu demişdik, bilirdik. İndi necə? Yazıram ki, int n-i, okeymi? A-nı, B-ni, C-ni tam ədəd olaraq deyirəm daxil elə. Və burada bir məqamlar var. Bax, burada indi bir sətir yazacağam. Və if scan f, yəni scan formatı, keçən səfər demişdik ki, daxil edilmiş dəyişənin formatını müəyyənləşdirmək üçün bizə kömək eləyir. Burada dırnaq içərisində mütləq yazılmalıdır. Yazdıqmı? Və nəyi daxil eləmişəmsə, onu da yazmalıyam. N-i daxil eləmişəm. Burada bir nümunə yazacağam. Əslində, mən bunu yazmasam, bax, hal-hazırda nida bərabərdir 1. Bilirəm ki, soruşacaqsınız. Mən bunu yazmasam, proqram mənə heç bir xəta vermir. Bu yazılışda mən nida bərabərdir 1 yazılışını etməsəm, proqram mənə heç bir xəta vermir, işləyir. Amma ola bilər ki, mən məsələn 5 yazmalıydım, əlim dəydi, təsadüfən bir dənə N hərfi yazdım, D hərfi yazdım, fərqi yoxdur da başqa bir şey yazdım. O zaman
proqram xəta verməsə də, özünün əvvəlki proqramlardan ki, yadda qalan hər hansı bir rəqəmdir, ədəddir, nədirsə də, həmin o ədədlərdən birini istifadə eləyir, ağzına axına gələni götürür, qoyur ora və oradan bir nəticə çıxardır. Başa düşürsünüzmü məni? Yəni həmin o vəziyyət yaranmasın deyə, problem yaranmasın deyə. Mən də neçə dənə dəyişən daxil etmişəm, bir dənə daxil etmişəm. Ona görə nida bərabərdir 1 yazıram. Ki onu daxil elə. Bir də mənim axı əlavə olaraq A, C və ABC də var məndə. Bunun üçün də mötərizə açaq. Yenə yazıram ki, faizdir. Virgül. Aha. Nələri daxil eləyəcəmsə, biz məhz bu işarə ilə, bu da shift 7-ni basanda gəlir. Yəni birdən bilməsəz. B, virgül, bir dənə də C. Baxın, həmin burada bayaqları bir dənə yazmışdım. İndi isə deyirəm ki, bu ifadədə nida bərabərdir 3. Çünki 3 dənə dəyişən daxil etmişəm axı. Bir də return sıfırın yazılması proqramın həmin hissədə heç bir problemin olmadığını göstərir. Yəni ki, heç bir problem yoxdur, sən işinə davam elə. Bax, biz bunu demək istəyirik. İndi bir iş var. Biz dedik ki, Pythonda məsələn int daxil eləyirdik. Müəyyən qədər int vasitəsilə biz işlərimizi görürdük də, yəni rəmiz istədiyi ədədlərimizi daxil eləyirdik. Amma burada o problemlər var. Baxın. Biz burada long nə deməkdir ingilis dilində? Kim deyər? Uzun. Uzun. Uzun değil. Long ifadəsindən, long funksiyasından istifadə edirik. Bunun yazılışı yəni ki, çox uzun deyə də ədəd, böyük bir ədəd birdən daxil etmiş olsaq, yəni biz onu proqrama göstərmək üçün deyirik. Yəni mən məsələn long sözünü yazanda, int-də yazanda tutaq ki, deyirəm 2 milyarddan böyük ədəd nəzərdə tutulubsa, məsələn deyək də, burada artıq longu daha böyük ədəd nəzərdə tutmaq üçündür. İndi biz təbii ki, o boyda ədəd istifadə eləməyəcəyik, çünki bizim şərtimiz o boyda deyil. Amma yenə də bunu yazmağımız daha məqsədə uyğundur. İndi yazıram. Bax, bayaqki düstur var idi. Hüseynin pulu. Bax, eyni şeyi. Gəl onda bunu paralel qoyuram. Bax, burada. Ki, özüm də görə biləm. Deməli, nə yazmışdıq? Hüseynin pulu bərabərdir. Nəyə? Bax, yenə bunun üçün də yazıram. Long. Okey mi? Onu kilsin yazmadım. Ona görə də xəta verdi. Long. İndi deyirəm ki, A vurulsun B. 1. Yəni, bax, bu dəyişənimin tipidir də. Necə ki, int n yazmışam, int a, b yazmışam. Bu da dəyişənimin tipidir. Üstə gəl, bu ifadəni bir dənə köçürdüm. Təkrar yazmaq istəmirəm. Üstə gəl. Burada sadəcə dəyişəcəm. Nə etdirəm? Burada necə yazmışdım? B vurulsun 5 yazmışdım da, elə deyilmi? İkinci sətirdə B vurulsun 5 edirəm. Yəni, B dəyişənimin dəyəri 5 olsun və C dəyişənimin dəyəri isə 10 olsun. Tamam mı? Və bu ifadəni yazıram, sonda da nöqtəli virgülü qoyuram. Bir sualınız varmı, yoxsa davam edə bilərik? Uşaqlar? Burada, baxın, növbəti. Mən bu ifadəni yazdım. Deməli, bax, birinci bu sətri daxil etmişəm, bu sətri daxil etmişəm C-də və bu sətri də daxil etdim C-də. İndi, bax, bu sətri yazmağa keçəcəm. Necə yazacağım? For. Biz keçən dəfə də dedik ki, sizə C-də range yoxdur. Ona görə də biz başlanğıc dəyəri özümüz daxil etməliyik və sonuncu dəyəri də daxil etməliyik. Yəni, kiçik bərabər olsun A-dan, bərabərliyində yazaq. Sonuncu dəyəri də daxil etməliyik və artımı da neçə artımla geçsin? Bir artımla geçsin. Bunu mən keçən səfərki dərsimizdə də demişdim. Və bunu yazandan sonra bir dənə açıq mötərizə qoyuruq. Davam edirik. İndi ikinci, bax, bu for üçün yazıram, B üçün. For eyni ifadədir. Mötərizədə istəyirsiniz bir dənə bunu
Yaxşı, qoy ardıcıl tək-tək yazım ki, aydın olsun. I bərabərdir 0, başlanğıc dəyəri verdim. I kiçik bərabərdir B-dən ikinci son dəyərini də verdim və artımı da üzr istəyirəm. Burada i olmayacaq artıq, j olacaq. Görürsünüzmü? Bax burada Yəni for nə deməkdir ki? Niyə for qoyduq idmanla? for niyə qoyduq? Mən elə bil ki, mənim əlimdə olan o manatlar yoxdur. Götür qoy eləyirəm də, dövr elətdirirəm. O bir dəfə 3 manat götürürəm, deyirəm yox, bu bəlkə 3 manat eləməyim, 2 dənə 5 manat qoyum, bir dənə 1 manat qoyum. Bax, məsələn, bunu dövr elətdirirəm hər dəfə. Ona görə də mən dövrü olaraq belə yazmalıyam. Yəni for prosesin dövrü olaraq davam etdirilməsi üçündür. Eyni işin. Enter düşürəm. Bir dənə də for. Bu səfər də K üçün. Deyək ki, burada bax demirsiniz. Görürsünüzmü? Diqqətsiz baxırsınız. Uşaqlar diqqətlə baxın. Burada nə yazacağıq? K bərabərdir 0. Bax bu sətri, 3-cü sətri yazıram. Bax K. K bərabərdir 0. İndi biriniz deyin görüm ardını necə yazım? Hə? Sehrini görüm necə yazım ardını? Müəllim, Hə. K böyük kiçikdir, Kiçik bərabər. bərabər Aha. C Aha. 2 nöqtə verir. Aha. K üstə gəlsin 1. K bərabərdir. K bərabərdir K plus 1. Okey, əla. İndi bunu da ayırırıq, davam edirik. İndi bax mənim bu düsturum var. Bax bu yazdığım düstur kimi düstur halına gətirdim də bu ifadəni. Həmin bu ifadəni mən burada yazacağam. Amma bayaqki kimi. Necə ki bax burada long-longdan istifadə etmişdim. Eyni bax buradakı kimi. Eyni ifadədir. Long dedik ki cəm, okeymi? Bərabərdir. Mötərizəni açırıq. Long. Nəyə? İlə. B üstə gəl. 1, Burada nə yazmışdım? I vurulsun 1 yaz. i vur 1. Aha. Deməli, Üstə I. gəlsin long üstə gəl, C vur long 5. Aha. Üstə gəl. Üstə Afərin. gəlsin long K vur 10. Aha. Mötərizədə yazaq da. Bunu da long. Tamam. Mötərizəni bax. Vur C 5. vur 5. Deməli, J vurulsun 5. C vur 5. Tamam. Üstə gəl. Üstə gəl long K vur 10. Long. K vurulsun 10. Afərin. Əla. Nöqtəli vergül də qoyuruq ki, proqram xəta yaratmasın və rahat şəkildə növbəti sətrə keçid eləsin. Bunu yazdıq. İndi keçirik bax burada. Mən ona görə Python-u deyirəm sizə ki, birinci Python-da, sonra C-də. İstəsəz olimpiyadada inşallah Python-da yazarsınız. İstəsəz C-də yazarsınız, amma birdən elə bir vəziyyət ola bilər ki, mütləq ki, C-də yazmalısınız, onu da bilin. Sadəcə olaraq Python kodun sizə daha rahat gəlir deyə başa düşülməsi, sintaksi siz üçün daha rahatdır. Çünki orta məktəbdə Python keçirsiniz. Ona görə Python-dan yazıram. Necə yazmışıq burada? Deyirik ki, if cəm böyük bərabər. Müəllim, bir daha mı bizə seçəcəkdə o qalanını görüm? Nə? Bunu Bəli, müəllim. Orada sağ ol. gördünmü? Müəllim Rahim demiş, bizi çəkin, bizi. Tamam. Deməli, if necə yazıram? Cəm. Nə yazmışdım orada? Böyük bərabərdir. İndi bunu kim deyər? Davamı necə yazım? Hə? Bu sətri yazıram. Bax bu sətri. Bax uşaqlar. Biz burada And qoyardım. asa, amma Mən deyim, həmin and var ha. Endi biz bura yazsaq, Kim yazdı? proqram Sən xəta verəcək. yanlışdır. İndi tap. Orada əlbəttə. And işarəsi. Fikrimdən çıxıb ona da inanırsınız. İndi yadıma düşdü. And işarəsidir. Baxın uşaqlar, həmin o and-in yerinə biz mütləq ki, bax bu ifadəni yazmalıyıq. Bildinizmi necə? Yəni mən and birbaşa yazsam, and ifadəsini proqram məndə xəta verəcək. Əgər or yazmaq istəyirəmsə 2 dənə ulduz yazacağam. Not yazmaq istəsəm nida işarəsi qoyacağam, tamammı? Yəni bu Bəli, davamı mən deyim. de. Aha. Sonra da yazırıq cəm kiçik bərabərdir h, yəni
Hüseynin pulu. Aha, Hüseynin pulu. Hüseynin pulu. Tamam. Sonra mötərizəni bağladıq və gül mötərizəmizi açdıq, davam edirik. Və burada nə yazmışdıq? Hüseynin pulu bərabərdirsə cəmə. Hüseynin pulu bərabərdirsə cəmə nə etsin? Neynə? Artıq ödənişi Hüseyn Pulçuq elə bərabərləşdirsin. Bunu bərabərləşdirəcək. Bax, bunu bərabərləşdirdi. Deyəm, bir dənə. Oy. Niyə geri qayıtdıq? O bir də yazın. Hüseynin pulu bərabərdir cəm. Tamam mı? Nöqtəli virgül. İndi uşaqlar, bunu yazandan sonra bax, bu hissəni tamam bağladıq. Açdığımızı bağlamalıyıq da. Və mən burada bir yazılış yazacağam. Və sizdən sadəcə olaraq bilirəm, ola bilər ki, anlaşılması sizin üçün çətin ola bilər. Sadəcə olaraq mənə izah etməyinizi istəyirəm. Niyəsini. Bunu yazmaqda mənim məqsədim nədir? Bunu niyə yazmışam? Bax, hal-hazır yazdığımız sətri soruşuram sizdən. Bunu mən niyə yazdım? Break nədir ki? Break, biz dedik ki, əyərləri... Kəsir oradan sındırır. Ay, sağ ol, kəsməkdir, sındırmadı. Mən bunu niyə yazdım ki? Hüseynin pulu. Mənim orada pulun ulusu yoxdur. Mən birdən Hüseynin pulu enə bərabər olanda bu proqramı sındırsın, kəssin. Bitirsin də proqram tutarsın. Baxın, mən əvvəldə dedim ki, bizə nə göstərib, proqram işə salanda 0.2 saniyə limitimiz var da. Yəni, biz əgər onu yazırıq ki, o dəyəri, bizə lazım olan dəyəri tapan kimi proqramı dayandırsın. Yəni, o davam elətdirməsin. Bildinizmi necə? Anında hansı məbləğ ki, bizə lazım olacaq? Mənim dövrün gedişatını bağlamaq üçün. Bəli. Hansı dəyər ki, bizə lazım olacaq, o dəyəri bağlamaq üçün biz bunu mütləq ki, yazmalıyıq. Bu oldu Hüseynin bir hissəsi. Bax, mən neçə dənə şərt qoymuşam, neçə dənə dövr qoymuşam. Görürükmü? Bax, 3 dənə dəyər olaraq vermişəm də. Mən ona görə də bax bunu, bax burada mən görürsünüzmü? Bax 1, 2, 3 dənə açmışam. 3 dənə açmışamsa və mən həmin bu ifadəni 3 dəfə də bağlamaq üçün istifadə etməliyəm. Tamammı? Bax, bir burada. Müəllim, bəs print yazmayacaqsınız, print F. Baxıram, hələ ora çatmamışam axı. Bax, bir burada, birini də bax burada. Bunu bağladım. Bağlayıb qutarandan sonra, bəli, printi yazacağam. Harda yazacağam? Bax, bunun altında. Sonuncudan əvvəl. Və deyirəm ki, bax, buradakı print, oradakı printdən deyirik ki, print F ilə fərqlənir. Yəni, C-də adi print yazmırıq, print F yazırıq və burada yazacağıq ki, LL, yəni long-D və N növbəti sətirdən. İndi bunun mənasını bir də siz üçün izah eləyəcəm. Nəyi çap eləsin? Hüseynin pulu. Okeymi? Çıxılsın. Nəyi? Biz nə yazmışıq burada? Çıxılsın N-i. Hüseynin pulu çıxılsın N-i. Bizim üçün çapa versin. Və ən sonda da burada break-lə, daha doğrusu return sıfırla. Yəni, problemsiz proqramın dəyərini mənə qaytar deyirik və bitiririk. Bax, mən orada yazdığım ifadənin istəyirəm ki, mahiyyətini biz başa düşək. Nə üçün son olaraq orada long D-ni yazdım. Sizcə nə yazdım elə? Məqsəd nə idi? Qısaltmasıdır. Bax, elə bil ki, bizə ifadə olaraq lazımdır ki, bir dəqiqə. Yox, bax, elə bil ki, long decimal, yəni bir var sadəcə decimal üzrə, bir var long decimal. Biz onun yəni uzun uzadı yazmaq, bax, bu qısaldılmış formasını yazırıq da və n isə bu yazıb ekrana dəyər çıxaran sonra kursor növbəti sətrə keçirmək üçündür. İndi gəlin bunu run edək. Görək, hardasa səhvimiz varmı? Məncə səhvimiz olmamalıdır. Neysə görəm. Da.